Azərbaycanda təhsil almağın faydaları. Əgər məktəbdə oxuyur və ali təhsil alma qərarı verirsənsə, təbrik edirəm. Artıq sən də ölkədəki repetitor və özəl kurslar biznesinə daxil olmusan. Burada sənə 11 illik orta məktəbin öyrətdiklərini bir daha təkrarlaya bilərsən. Nəticədə bir neçə il bu əlavə fənlər ilə imtahana hazırlaşıb, universitetə daxil olandan sonra rahatlaya biləcəyini düşünürsənsə, düşünmə. Tema indi başlayır. Yenə yuxusuz gecələr start verilir. 1-2 günü 25-30 səhifəlik mövzuları öyrənib, qiymətini öz biliyinə görə yox, müəllimlərin insafına görə alacağın o möhtəşəm təhsil ocağına xoş gəldin. Bu qədər mövzunu həmişəlik necə yadında saxlayacağına görə narahat olmağına da heç ehtiyac yoxdur. Onlar sənə sadəcə semestr sonu qiymət almağın üçün öyrədilir. 4 ilin sonunda pis yaxşı sevdiyin və seçdiyin ixtisası bitirib diplomunu alırsan. Artıq sən də bu ölkədəki saysız hesabsız diplomlu işçilərdən birisən. Öz ixtisasına uyğun olan işlərdən birini seçib iqtisadi rifahına qovuşa bilərsən. Vakansiyalar: Oba, Araz, Albura və marketlərin hansında kassiyer, meyvəçi, zavodu, fəhlə, tikintide fəhlə, ofisiant, yük daşıyan, kuryer, taksi şoförü, xidmətçi, təmizlikçi və s. Qürur duyulan şeydir ki, ölkədəki kassirlər belə ali təhsillidir.